Salam hörmətli şagirdlər. Bugün Dövlət İmtahan Mərkəzinin 11-ci sinif 2-ci qruplar üçün keçirdiyi riyaziyyat imtahanının suallarına və doğru cavablarına baxacaq. Hər kəsə uğurlar. İlk sualdan başlayaq. Deməli, limit sualında ifadənin limitini tapın. En son sıra yaxınlaşanda verilmiş ifadənin hər tərəfini biz 1 bölünsün kök altda n-ə vuracaq. Surət və məxrəcini. Kök altda n-i dərəcələr n olduğu üçün bir kökün altına yazanda 49 n'lər ixtisar gedər. Üstə gəl 1 böl kök n bu kökün altına girəndə kvadratı olacaq 10n böl n kvadratı. Bunlar da ixtisar gedər 10 böl n. Məxrəcdə də kök altında 16. En son sıra yaxınlaşanda bu 0 idi. 49-dan kök 7, 16-dan 4. Doğru cavab D variantı. İkinci sualımızda ABC üçbucağının AB tərəfini 5 cm verib, BC tərəfini 12 cm verib. Bu tərəfə deyirəm x. Bu bucaqda 90 dərəcədən kiçikdir. Baxın, üçbucaq bərabərsiyinə görə x, bu iki tərəfin cəmi 17-dən kiçik, fərqin modulu 7-dən böyük olmalıdır. Əgər x-in qiyməti, belə deyək də, bu alfanın qiyməti 90 dərəcə olarsa, Pifagor teoreminə görə bu 90 olarsa, x 13 olar, 5-in kvadratı plus 12-in kvadratından. Lakin x 13-dən kiçik olacaq, çünki deyir ki, alfa 90 deyil, 90-dan kiçikdir. O zaman burada artıq 17 yox, 13 yazacağım. Bu şərt ödəyən tam ədədlərim 8, 9, 10, 11, 12 deyəcəm. Lakin BC tərəfi 12-dir və bu müxtəlif tərəfli üçbucaq olduğu üçün 12 olmaz. 8, 9, 10 olacaq. Yəni doğru cavabımız 4 dənə sual olacaq. Üçüncü sualda həcmi, tilinə A dediyim bu kubun həcmi A kubudur. Bu da 729'dur. Buradan da A-nı tapsam 729 9'un kubudur. Tili 9'dur. Yəni buradan bura qədər olan bu kubun tili 9'dur. Və belə bir piramida kəsilir şuralar buradan. Və bu piramidanın oturacağı, bu təbii ki bu düzbucaqlı üçbucaqdır. ABC 4, AC'si 7'dir. O zaman mən bu piramidanın həcmini tapa bilərəm. V bərabərdir 3'də 1. H oturacaq. Tərəfi 4 və 7 olan düzbucaqlı üçbucaqdır. 4 vur 7 bölü 2. Vur hündürlük. Hündürlüyü də 9'dur. Burada 2 ilə bu ixtisar gedər 2. Bununla bu ixtisar gedər 3. 2, 3'ün 6, 6, 7'nin 42. Deməli, həcmi 729 olan kubdan həcmi 42 olan piramida kəsilirsə, qalan isə 729 çıx 42, 7, 8, 6. 687 kub santimetr. Doğru cevabımız Y variantı olacaq. Dördüncü sualımıza baxaq. Funksiyanın qiymətləri çoxluğunu tapın. Sinus x-in ala biləcəyi ən böyük qiymət 1-dir, ən kiçik qiymət mənfi 1-dir. O zaman 1 olarsa ifadə 9 üstü 1, yəni 9. Mənfi 1 olarsa 9 üstü mənfi 1 və yaxud bu 1 böl 9. Cavabımız 9'da 1 ilə 9 aralığı. D variantı olacaq. Funksiyanın artma aralığını tapın. Törəmənin 0-dan böyük bərabər olduğu aralıq funksiyanın artma aralığıdır. X kvadrat 2x plus 1'in törəməsində x kvadratının törəməsi 2x çıx 2 böyük bərabərdir 0, 2x böyük bərabər 2, x böyük bərabər 1. Doğru cavab Y variantı. 6-cı sual. Perimetri 20 olan bərabəryan trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Şöyle mən bu tərəfə orta xəttə bir dənə x desəm, onda yan tərəflər də x olar. Və oturacaqlar cəminin yarısı, yəni bura A və B desəm mən, A plus B'nin yarısı x'ə bərabərdir. O zaman A plus B'yə mən 2x demiş olaram. Perimetr A plus B, yəni 2x, bir də bu yan tərəflər x cəmi deyir ki 20'dir, 4x 20'dir. O zaman biz x'in qiymətini 5 alarıq. Doğru cevabımız burada 5 olacaq. C variantı. 7. Məktəbin olimpiyadasında 200 oğlan, 300 qız iştirak edir. Yəni 500 nəfərdir. Oğlanlar, yəni 200 nəfər bütün sinifin hansı hissəsidir? Bunlar ixtisar getsə 100'ü 5'ə 20, 2'yə vursaq 40% olacaq. 8-ci sualda kosinus x'i sağa keçirsəm, sinus x bərabərdir kosinus x yazaram. Hər tərəfi kosinus x-ə bölsəm, bir cins tənliklər deyilir olar buna. Bu tangens x bərabərdir 1'ə, x bərabərdir tangensin 1 xüsusi halı pi böl 4 plus pi k. C variantı olacaq. 9-cu sualda
Çoxəllinin qüvvəti 5 olarsa, çoxəllinin qüvvətinə baxıram ki, burada 5 var, amma lakin ondan böyük bunlar var. 5 olması üçün bunlar islah getməlidir. Yəni A-nın qiyməti 3 olsun ki, uşaqlar 3x üstü 8 ilə mənfi 3x 8 olsun, bunlar islah getsin. Bx üstü 6 ilə də bu 2x üstü 6 islah getsin. O zaman B-nin də qiyməti mənfi 2 olsun. A-sı 3, B-si mənfi 2. Yəni D variantı. 10-cu sualdakı sistemdən x, y tapın. Bu mənfi 6x, y uşaqlar belə yazacaq. X kvadrat minus 2x, y plus y kvadratı minus 4x, y 6x, y olması üçün bərabər mənfi 47. Bu ifadə x minus y-in kvadratıdır. Çıx 4x, y bərabər mənfi 47. X minus y 1 isə 1-in kvadratı 1 minus 4x, y bərabər mənfi 47-yə. Buradan mənfi 4xy bərabərdir mənfi 48-ə. Hər tərəf mənfi 4-ə bölsəm, xy-in qiymətini 12 alarıq. Doğru cavab C variantı olacaq. Müstəvidən 8 desimetr məsafədə olan nöqtə. Uşaqlar, bu bizim müstəvimiz. Müstəvidən 8 desimetr məsafə dediyi budur. Buradan bura qədər 8-dir. Uzunluğu 16 olan maye çəkilmişdir. Bunun uzunluğu 16-dır. Deyir ki, bu perpendikulyarın, yəni bunun müstəvi üzərindəki proyeksiyasını tapmış olar. Bax, yəni buradan perpendikulyarı çəkirik, bizdən bunu istəyir. Düzbucaqlı üçbucağın, bax buradan belə bir xassəsi metrik münasibətləri var ki, bu katetinin kvadratı, bu katetinin hipotenuz üzərindəki proyeksiyası olan x vur, ümumi hipotenuz 16. Buradan x tapsam 64'ü 16'ya bölmüş olaram. Doğru cavab D variantı olur. A variantı 4 olar. 12. Bowling liqasında oyuncuların nəticəsi və eyni nəticəni göstərən oyuncuların sayı göstərilmişdir. Verilmiş nəticələrin medianı tapın. Moda verilmişlər arasında şolar ən çox təkrarlanandır. Mən baxıram ki, 4 dəfə təkrarlanma var, 130'dur. Deməli, bunların modası 130'dur. Median isə artan sırayla düzüləndə, say tək olarsa ən ortada yerləşən, say cüt olarsa ortada yerləşən ikisinin, yəni n böl 2 və n böl 2 plus 1'in ədədi ortası tapılır. Burada da ədədlərimiz buradan bu formada artan sırayla düzülüb. Neçə ədəd var ona baxaq. 5 ədəd, 6, 8, 10, 14. Deməli, mən 7 və 8-ci ədədlərin ədədi ortasını tapacağım. Deməli, baxın şolar, 2, 4, 6 dəfə bu ədədlər yazıldı. Artıq 7-ci və 8-ci ədədimiz 135 imiş. Bunların ədəd ortası da 135 plus 135 bölünsün 2, yəni 270'in yarısı. Yenə 135 eləyəcək. Deməli, 135 oldu bunların medianı, 130 oldu modası. Bunların məndən fərqini istəyirdi. Doğru cavabımız 5 olacaq. 13-cü suala baxaq. Ədəd istəyirsən ilk 10 həddinin cəmi S10. 2A1 üstə gəl, D vurulsun. 9, 10 minus 1, ona da 9 desə elə, 9D. Böl 2 vur 10. Şərtdə deyir ki, bu 220-dən böyük, 260-dan kiçikdir. 220 və 260. Hər tərəfdən sıfırları aparsam və 2 ona bölsəm, yəni hər tərəf 2-yə vursam 44. 2A1 üstə gəl 9D. Burada da 52. Hər tərəfdən A1'in qiymətini 7 verib mənə şu olar. 7'ni 2'ye vursam 14. 14 çıxsam burada 30. Burada 9D. Burada da 38. Hər tərəfi 9'a bölsəm 3 tam 9'da 3. 3 tam 9'da 3. D. Bir də 4 tam 9'da 2 olur. Səhv eləmirəmsə. Kim önəmli deyil o isə. Çünki mənə deyir ki, bütün hədləri natural ədədlərdir. Onda silsilə fərqi natural olmalıdır. D'nin bu şərt ödəyən natural həddi 4 olacaq. Doğru cavabımız 4. Növbəti, loqaritmik bərabərsizlik. Birincisi, loqaritmanın bu hissəsi hər zaman müsbət olmalıdır. Onsuz da biz buradan diskriminant tapsaq, 1 çıxılsın 4 AC 12. Diskriminant mənfi, kvadratın əmsalı müsbətdirsə, bu ifadə hər zaman müsbətdir olar. İndi, növbəti loqaritmik bərabərsizliyə görə ki, bunun da həlli onsuz olar. Diskriminant bu ifadə hər zaman müsbət olur deyə. Ona görə bu ifadənin hər zaman müsbət olduğu üçün bu həldə mənim sonsuzluq müsbət sonsuzluq alacam. Bir də biz bu 2 gəlib durur 3'ün üstündə. Yəni x kvadrat plus x plus 3 kiçik bərabərdir 3'dür ki 9'dan. X kvadrat plus x
minus 6 kiçik bərabər 0. Cəm mənfi 1 hasil mənfi 6. Bunu x plus 3, x minus 2 kiçik bərabər 0. Ədəd oxu. Mənfi 3, 2, müsbət, mənfi, müsbət. Bizə mənfilər lazımdır. Mənfi 3 ilə 2 aralığı. Ən kiçik həllini tapın deyir. Bu şərtlə deyən ən kiçik həllimiz mənfi 3 olacaq. 14. Kompleks ədəd. Hasilini tapın. Üzr istəyirəm 15. 14 yox, 15-ci sualımız. Şolar, vuraq bunları bir-birinə. Deməli, 3 plus 2-də 1 i. Burada yazılıb elə. Bunu bu cür göstərək. Bir də 2 minus 3-də 1 i. Mötərizəni vurub açsam, 3, 2-nin 6. 3-ü mənfi 3-də 1 i-yə vursam, mənfi i. 2-də 1 i-ni 2-yə vursam, deməli, müsbət i. 2-də 1 i-ni 2-yə vursam, müsbət i. 2-də 1 i-ni mənfi 3-də 1-ə vursam, 6-da 1 i-nin kvadratı. Bu da bizə i'lər islah gedər. I kvadrat mənfi 1 olduğu üçün 6 plus 6-da 1. Bu da 6 tam 6-da 1 və yaxud 6-da 37 kimi göstərə bilərik. 16. Koordinat başlanğıcına nəzərən simmetrikdir. İxtiyari nöqtə koordinat başlanğıcına nəzərən simmetrik olanda koordinatlar əks işarə ilə dəyişmiş olur. Mənfi x, mənfi y. Yəni A əksinə dəyişəcək 2 olacaq. A nə idi ki, əksinə dəyişdi 2 oldu? Mənfi 2 idi. 3 əksinə dəyişib B olacaq. Yəni B də mənfi 3-dür. A mənfi 2, B mənfi 3. Doğru cavab D variantı. Növbəti. Paralleqramın hündürlükləri 6 kök 3 və 8-dir. Biz bir paralleqram çəksək. Bu paralleqramın hündürlükləri 6 kök 3 və 8-dir. Onlar arasındakı bucaq 60-dır. Uşaqlar, bu hündürlüklər 90-90 olduğu üçün bura 120 olacaq. Çünki bu 4 bucağın daxil bucaqların cəmi 360-dır. Onda burada elə 60 deyərəm. Onda burada 30 deyərəm. 60 dərəcə bucaq qarşısına katet, o biri katet, yəni buranın kök 3 idi, ondan bura 6 olar. 30 dərəcə bucaq qarşısına katet, hipotenuzun yarısı idi deyə hipotenuz 12 olar. Bura 12 isə bura 12-dir. 3 bucağın sahəsi də tərəf 12. O tərəfə çəkilmiş hündürlük hasilinə bərabərdir. Yəni 96-ya. Doğru cavab C variantı. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Kürənin həcmi 3-də 4 pi r-in kubu idi. Kürənin həcmi radiusun kubu ilə mütənasibdir. Yəni bu 5 dəfə artanda həcm 125 dəfə artar. Doğru cavab 18-də D olar. 19-da. Uşaqlar, kvadrat və modul cəmi 0-dırsa hər bir mötərizə ayrı-ayrılıqda 0 olmalıdır. Yəni x kvadratı plus x minus 6 bərabər 0. Cəm mənfi 1, hasil mənfi 6 eləyən ədədlər mənfi 3 və 2-dir. X kvadrat plus 4x plus 3 bərabər 0. Cəm mənfi 4, hasili mənfi 3 eləyən ədədlər mənfi 3 və mənfi 1-dir. Lakin hər ikisini sıfıra yetirən ədəd lazımdır mənə. Ona görə mənfi 3 götürəcəm. Növbəti. Vektorlar verilmişdir. K-nın hansı qiymətində 3A plus B vektorunun uzunluğu 17 olar? Uşaqlar, əvvəlcə 3A vektorunun koordinatını tapsam, bunu 3-ə vursam 15, 3K, bir də mənfi 6. Bir də B vektoru 2, 15, 6-dır. Bu vektorun koordinatlarını cəmləsəm 17, 3K plus 15, bir də 0. Vektorun uzunluğunun 17'ye beraber olması için kök altta 17'nin kvadratı üste gel. 3K plus 15'in kvadratı plus 0'ın kvadratı beraberdir 17'ye. Çocuklar, bunun 17 olması için bu 0 olmalıdır. 3K plus 15'in 0 olması için de K'nın kıymeti mənfi 5 olmalıdır. Doğru cevabımız D variantı olacaq. B parametrin hansı qiymətə bərabərsə sistemin yeganə həlli var. Uşaqlar, sistemin həlli üçün baxın, biz bu ifadəni burada qeyd eləsək hardasa bir yerdə. X, yəni bu 2B kvadratı minus 3B plus 7-dir. X bundan böyüklər buradır. Bir də bu nədirsə X ondan kiçikdir. Yeganə həllinin olması, yəni bunların kəsişməsinin bir element olmasıdır. Bunların kəsişməsinin bir element olması üçün bu gördüyümüz ifadə elə bax burada olmalıdır. Özü də bunu almalıdır ki,
Bunların kesişmesi 1 bu olsun. Yani bu ifadeye beraber olmalıdır. 2b kvadratı çıxsın 3b üstə gəl 7-ni. B kvadratı üstə gəlsin 5b çıx 9-a bərabərləsin. Bu sola keçsə b kvadratı. Bu sola keçsə çıx 8b. Bu sola keçsə müsbət 9, 7 ilə cəmlənsə 16 bərabər 0. Bu ifadədə b minus 4-ün kvadratıdır. B də bərabər olar 4-ə. 21-də B variantı. 22. Rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? Uşaqlar, baxın, 6 rəqəmindən artıq istifadə edirəm. Burada buna deyəcək təkrarlı permütasiya. Bunlardan istifadə edib neçə dənə biz ədəd düzəldə bilərik, ona baxacaq. 1, 2, 3, 4, 5, 6, 6 faktorial. Bir də 5 2 dəfə təkrarlanıb deyə təkrarlı permütasiyada 2 faktorial. 7 3 dəfə təkrarlanıb deyə 3 faktorial. 6 faktorial mən 3 faktorial vur, 4 vur, 5 vur, 6 yazarım. 2 faktorial 2-dir, 3 faktorial yazarım. Bunlar ixtisara gedər. Bundan bu gedər. 2, 2, 5-in 10, 60 ədəd. Doğru cavab B variantı. Növbəti. A, B, B, C, C, D, D, A nisbəti 12, 8, 2, 3-dür. A, B-yə mən 12x, B, C-yə 8x, C, D-yə 2x və DA-ya 3x desəm. Uşaqlar, bunların üçün ümumi cəmi 360 dərəcə olmalıdır. 25x bərabərdir 360 taparam. Buradan x-i tapanda 360, 36 vur 10 yazıq 25'ə bölək. Bundan bu ixtisar gedər 5'ə. 5 dəfə burada 2. 72 böl 5 tapdım. Bizdən bu bucağı soruşur. 3 bucağın bu bucağı və yaxud da ki, bir nöqtədən çevirək 2 kəsən çəkəndə onlar arasında qalan bucaq böyük qövs ilə kiçik qövs fərqinin yarısına bərabər idi. Uşaqlar, yəni 12x minus 2x böl 2. Bu da 15x edir. Yəni 5 vur 72 böl 5. 5'lər ixtisarı gedər, qalar 72. Doğru cavab 72 olacaq. Parabola təpə nöqtəsi birinci rübdə yerləşir. Uşaqlar, parabolanın təpə nöqtəsinin birinci rübdə yerləşməsi üçün onun m və n-i müsbət olmalıdır. Yəni təpə nöqtəsinin apsisi və ordinatı müsbət olmalıdır. Apsis mənfi b bölü 2a-dır. Yəni mənfi b m-in 2 vurulsun m minus 5. 2 vurulsun m minus 5 böl a kvadratına misalı 1'dir ki, bu müsbət olmalıdır. O zaman mən buradan m minus 5 kiçik olmalıdır 0'dan, m kiçik olmalıdır 5'dən. Bunu yadımızda saxlayaq. Bir də təpə nöqtənin n-i müsbət olmalıdır. Yəni 4 vurulsun a 1 c m kvadratı 4ac çıx b kvadratı 2'nin kvadratı 4 m minus 5'in kvadratı bölünsün 4a sabiti yazmıram deyə məxrəc müsbətdir. Bu ifadədə 0'dan kiçik olmalıdır. 4'ü açsam m kvadratı. Bu ifadəni də açsam çıx m kvadratı üstə gəl 10 m çıx 25 kiçikdir 0'dan. Burada m kvadratları islah. 10m kiçik olmalı 25'dən. M də kiçik olmalı 2 da 5'dən. 2 da 5'dən kiçik, ən kiçik tam ədədim uşaqlar 2'dir. Təbii ki 2 5'dən də kiçik olduğu üçün doğru cavab kimi götürüləcək. Növbəti 25-ci sual. İfadənin qiymətini tapın. Uşaqlar, kosinus alfa kosinus betanın düsturunu tətbiq eləyəcəm. Bu 6. Kosinus alfa kosinus betanın düsturu 2'də 1 mötərizədə. Kosinus cəmi, bunların cəmi 90 edir. Üstə gəl, kosinus bunların fərqi. Bunların fərqi də 30 edir. Buradan kosinus 90 sıfırdır. Qalır kosinus 30, o da kök 3 böl 2'dir. Uşaqlar, kök 3 böl 2. Bunlar da ixtisar gedir 3. Deməli, misal hansı hala düşür? Burada 3 kökün altında 6 ilə 2'də 1 3 kosinus 30 üzr istəyirəm, bunların cəmi kosinus 90 üzr istəyirəm, bunların fərqi şu olar kosinus 40 edir. Kosinus 40. Yəni misal 3 kosinus 40 məxrəcdə kosinus 40 vurulsun. Yox, üstə gəlib 1'i var. Bir də burada bir 3 var. Bunu yazıram. Kök 3 minus 1. Baxın, bunlar gedir. 3 kök 3 plus 1 kök 3 minus 1. Bu da kvadratlar fərqidir.
Kök 3'ün kvadratı 3, 1'in kvadratı 1. Bu fərq 2 edir, 3'ə dəyər olur 6. Burada da doğru cavabımız 6 olacaq. İntegralı hesablayın. 1 bölü x. Uşaqlar 1 bölü x'in iptal funksiyası ln x-dir. Sərhədlər a-dan 3-ə bərabərdir 3 ln 2. Bu isə ln a çıx ln 3 bərabərdir 3 ln 2 olur. Mən buradan ln a-nı tapsam, bu ln 3'ü sağa keçirərəm. ln 3 üstə gəl. Bu 3 ln 2'nin 3'ünü getirsem bura uşaqlar ln 2 üstü 3 8 olur. Buradan da ln a bərabərdir. ln 3 8'in 24. Eyni əsasdan toplayanda vurulur. Deməli a da 24 olmalıdır. 27. Uyğun tərifləri paralel olan alfa və beta bucaqları üçün uyğunluğu müəyyən edin. Alfanın betaya nisbəti 2'nin 2 nisbətdir. O zaman alfaya 2k, 3k, betaya 3k desək, bunların cəmi 5k bərabər olmalı 180'ə, k bərabər olmalı 36'ya. O zaman alfa 2k 72, beta 3k 108'dir. 72, 108. Bunların fərqi 36'dır. 1'ə aiddir b, 1b. 5'in 4'ə nisbəti deyirsə 9x yenə də 180'ə bərabərdir. 9x 180'ə bərabərdir. X da 20'dir. Biri 5k 100, digəri 4k 80'dir. 180. Bunların kiçiyi 80'dir. 2'yə dəyəni yazacağım. Alfa 3 beta'ya bərabərdirsə bunların cəmi, yəni alfa plus beta 180'dir. Alfanın yerinə 3 beta yazsam 4 beta bərabərdir 180'ə. Beta bərabər 180'i 4'ə bölsəm 45'dir. Beta 45'də alfa 135'dir. Bucaqlardan böyük 135'dir. Doğrudur. Bir də bunların fərqi 90'dır. Doğrudur. 3'ə də A və Y aiddir. Növbəti situasiya məsələlərinə baxaq uşaqlar. Situasiya məsələlərində belə bir sual verir bizə. Deyir ki, sandığın qapaq hissəsi yarım silindir, aşağı hissəsi isə eni 16 metr, uzunluğu 1 metr, hündürlüyü 18 metr olan düzəl parlapet formasındadır. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, sandığın kütləsi 24 kiloqram. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan kütlənin 20% kütləsindən 20% çox olan qoyularsa, 15 eyni kütləli əşya qoyulduqda isə onun kütləsi 30 kiloqram olar. Sandıq qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Sandığın həcmini tapın. Birincisi, uşaqlar, sandığın həcmini tapmaq üçün biz belə bir parlapipetin həcmini tapmalıyıq. V1. Parlapipetin həcmi xətti ölçülərin hasili 1 vur 16 vur 18. Bu da 16'nı 18'e vursam 0,48. %48 metrin kubu olar. Bir də bax üstdə uşaqlar yarım silindir var. Yarım silindirin həcmini tapmalıyıq. Silindirin həcmi pi r kvadratı vurulsun h-dır. Ve silindir bölü 2. Pi vur radius. Bakın buradan buraya kadar 10'da 6 bura diametridir uşaqlar. Onda radiusu 10'da 3'dür. 10'da 3'ün kvadratı 0,9. Vur h'dır. H da buradan buraya kadar olan məsafədir uşaqlar. Hündürlüyü 1'dir. Bölünsün 2. Pi r kvadratı vurulsun h. Bunu yazacağım. Deməli, bu da 0,135 eləyəcək. Sonra isə 135 ilə %48'in cəmi. Deməli, 0,135 ilə də 0,48'in cəmi 135. 135. Bu da bizə 0,615. 0,615. Belə bir şey verir uşaqlar. Sonra boş sandığın kütləsini tapın. Deməli, burada bir söz deyir uşaqlar bizə. Deyir ki, kütləsi 24 kiloqram sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, sandığın öz kütləsi var. Sandığın kütləsini x qəbul edək. Sandığın kütləsi x. Həmin əşyanın kütləsinə y desəm, deyir ki, sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, yəni x plus 10 y bərabər olar 24 kiloqram. Sonra deyir ki, hər birinin
birinci dəfə qoyulan əşyanın kütləsindən 20% çox. Yəni y-dən artıq 20% çox 1,2 y. X plus 1,2 y. Bu zamansa kütlə 30 olar. Bərabər 30. Tərəf-tərəfə çıxsam 0,2 y bərabərdir 6-ya. 2 y bərabərdir deməli 60-a. Y bərabərdir 30-a. Amma üzr istəyirəm, burada 1,2 y bu 15 dənə eynisini deyir. 1,2 vur 15. 1,2 vur 15. Bunu nəzərə almalıyıq. 1,2-ni də 15-ə vuranda 1,2 15 18. Deməli burada x plus 10 y bərabər 24-ə, x plus 18 y bərabərdir 30-a. Çıxsam mənfi 8 y bərabərdir mənfi 6 alaram. Buradan da 8 y mənfi 6, mənfi 8 y bərabərdir 4-də 3, 0,75. Nəzərə alsam burada x sandığın kütləsi üstə gəlir 7,5 bərabərdir 24. X də bərabər olar 24-dən 7,5 16,5. Doğru cavab 16,5. Sandığın qapağının açılması üçün təyin edilmiş parol rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Deməli, növbəti sualımız sandığın qapağının açılması üçün təyin olunmuş parol. Mümkün hal sayı 4 rəqəm varsa 10, 10, 10, 10. Əlverişli hal fərqli rəqəmlər olsun. 10, 9, 8, 7. Onlar gedəcək. Məxrəcdə biz aldığımız ifadədə 1000. Surətdə isə 9 vur 8 vur 7. 9 vur 8 vur 7-ni də hesablasaq 9, 8, 7. 504. 1000-də 504 olar. Bu qədər uşaqlar, hər birinizə uğurlar. Sağ olun, görüşərik.